Son bir həftə ərzində hüquq mühafizə orqanları ölkə üzrə 20-yə yaxın qanunsuz odlu silah və sursat aşkar edib. Polis odlu silah və sursatın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə 13 nəfəri saxlayıb. Onlardan bəziləri əvvəlləri məhkum olmuş şəxslərdir. Saxlanan şəxslərin axtarışları zamanı evlərində və avtomobillərdə müxtəlif avtomat silahlar, tüfənglər və sursat tapılıbdır. Cinayətə görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi üzrə aparılır. Misxeti Mityoneti meşə xidmətinin əməkdaşları Mityoneti rayonunda dövlət meşəsində böyük miqdarda ağac materialının qanunsuz kəsilməsi və daşınması faktını müəyyən ediblər. Qanun pozuntusunu yol verən şəxs təxminən 9 kubmetr fıstıq ağacından hazırlanmış taxta materiallarını yüksək keçidli avtomobillə daşıyırmış. Fakt video müşahidə vasitəsilə dövlət meşəsində quraşdırılmış kamera tələləri ilə aşkar edilibdir. Nəqliyyat vasitəsi möhürlənib. Qanunsuz əldə edilən ağac materialları isə hüquqi tədbirlər üçün Tiyanetidəki xidmət sahəsinə təhvil verilib.